Erkən nikah və qohum evlilikləri bugün də təəssüf ki, cəmiyyətdə rastlaşdığımız problemlərdən biridir. Erkən evlilikdə ailələr arasında müxtəlif sosial və psixoloji çətinliklər yarana bilir. Qohum evliliklərində isə bu problemlər daha çox irsi xəstəliklərin yaranmasına səbəb olur. (14-15) yaşında qız uşağının hormonal sistemi və neyrohumoral sistemi, yəni bədənin fiziki və hormonal inkişafı başa çatmadığı üçün belə qızlarda hamiləliyə hazırlıq məsələsi sual işarəsi altında qalır və erkən yaşlarda baş verən hamiləlik özü qadın üçün bir sevincə səbəb olmur, əksinə stressə səbəb olur. Belə orqanizmdə hamiləliyi başa çatdırmaq böyük bir problem olur, əngəl olur. Qohum evliliklərində genetik risklər daha yüksək olduğundan bəzi irsi xəstəliklərin ortaya çıxma ehtimalı artır. Xəstəlikləri daşıyan valideynlər qohum evliliyinə uşaqlarını düçar eləyirlər ki, bilinci onların 25% hallarda uşaqları xəstə də olacaqdır. Ona görə də qohum evliliyinə yol vermək olmaz. Psixoloji cəhətdən şəxsiyyətini hələ tam formalaşdırmayan gənclərin yeniyetmələrin nigaha daxil olması bu ailələrdə müəyyən psixoloji problemlərə gətirib çıxarır. Gələcəkdə ailə daxilində rol bölgülərini, ötəliklərini götürdükdə onlarda depressiya, gərginlik, aqressiya həm övladına, həm ailədə digər üzvlərə qarşı müşahidə edə bilirik. Və əlbəttə ki, bunların qarşısını almaq üçün öncəliklə tibbi müayinədən keçirildiyi kimi psixoloji cəhətdən də müəyyən seanslar qəbul edib ondan sonra nigaha daxil olmaları daha düzgün hesab edilir. Qohum evlilikləri zamanı genetik faktorlar özünü çox kəskin şəkildə göstərə bilər. Bu həm bioloji cəhətdən, həm də psixoloji cəhətdən şəxslərdə, gənclərdə müəyyən şəkildə özünü təzahür etdirə bilər. Resessiv genin keçməsi ilə həm ana, həm atada resessiv genin keçməsi ilə biz qohum evliliklərindən sonra dünyaya gələn uşaqlarda, övladlarda müəyyən sindromlar, psixoloji pozuntular müşahidə edə bilirik və bu artıq bu kimi qüsurların qarşısının alınması həm tibbi cəhətdən, həm də psixoloji cəhətdən bizim üçün çətinlik yaradır. Eləcə də qohum evliliklərinin əsas yaratdığı problemlərdən biri də odur ki, ailə daxilində yaranan hər hansısa bir problem bu özünü daha da geniş müstəvidə göstərməyə başlayır və şəxsin fərdi sərhədləri pozulur, eləcə də münaqişə daha da böyüyərək həll yolundan kənara çıxa bilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən ölkəmizdə qohum evlilikləri qadağan edilib, erkən nikahlarla mübarizə sərtləşdirilib, nikah yaşının azaldılması üçün istisnalar ləğv olunub, yaxın qohumlar, əmi, xala, bibi və dayı uşaqları arasında nikah rəsmən qadağan edilib. Muxtar Respublikamızda da bu halların qarşısının alınması istiqamətində aidiyyatı qurumlar tərəfindən davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Erkən nikahın özü ilə bərabər yaratdığı problemlər də var ki, erkən evliliklər qızların təhsilinin uzaqlaşması, peşə və ali təhsil imkanlarının məhdudlaşmasına, iqtisadi müstəqilliklərinin imkanlarının azalmasına səbəb olur. Biz də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi olaraq daima müxtəlif səvkidə silsilə tədbirlər həyata keçirilir. Bizim əsas məqsədimiz sağlam təməllər üzərində qurulan ailələr yetişdirməkdir. Görülən bütün tədbirlər cəmiyyətimizdə də bu istiqamətdə ictimai şuurun formalaşmasına müsbət təsir göstərir. Bizim özümüzdə də qohumlarda belə bir şey var. Onu demək olar ki, qohum ailə olaraq bu ağırlığa biz çəkirik. Mən heç kəsə istəmərəm ki, belə bir qohumluq olsun və uşaqlar bundan uşaqlar əziyyət çəkir. Doğrudan da böyük problemlər evlilik, bu qohum evliliyindən yaranan müəyyən xəstəliklər var ki, doğrudan da insanın ömrünü parçalayır. Ümumiyyətlə belə çalışsınlar, qohum evliliklərindən uzaq dursunlar. Çox pis. Erkən ailəliyə pis baxır. Tərlan İbrahimova, Murad Əliyev, Fərşad Əkbərov, NTV Xəbər.